Xoş gördük sizləri növbəti video dərsimizdə bugün 3-cü sinif şagirdləri üçün Azərbaycan dili fənnindən kiçik summativ qiymətləndirmə bir nümunəsi işləyəcəyik. Testləri mən hazırlamamışam. Hazır testlərdən Telegramda paylaşılan, ödənişsiz paylaşılan testlərdən istifadə edirəm. Onların izahını verirəm ki, sizin üçün də faydalı olsun, öyrədici olsun. Deməli, ilk öncə qaranlıq səma mətnini oxuyaq. 1-ci, 5-ci sualları mətnə əsasən cavablandıraq. Gecə şəhəri bürümüş, hər yer qaranlığa qərq olmuşdu. Həmid pəncərənin qarşısında dayanıb göy üzünə baxırdı. Ulduzlar ona uzaq, əlçatmaz görünürdü. Düşüncələri bir-birinə qarışmışdı. Həmid həyatının gələcəyini, uşaqlıq arzularını düşünürdü. Kiçik yaşlarında həmişə böyük xəyallar qurmuşdu, lakin insanlar ona həyatın çətin olduğunu, xəyalların yalnız uşaqlıqda qaldığını deyirdilər. Bir gün kəndin ağsaqqalı Həsən kişi onunla uzun bir söhbət etmişdi. Həmid, həyat çətindir, amma onun gözəlliyini ürəyinlə görməlisən. Gözlə gördüyün hər şey həmişə sənə doğru görünməz demişdi. O zaman bu sözlər Həmid üçün çox da əhəmiyyət kəsb etməmişdi. Amma bu gecə qaranlıq səmanın altında bu sözlərin mənasını daha yaxşı anlamağa başladı. Ulduzlara baxarkən başa düşdü ki, hər çətinliyin arxasında bir işıq var. Sadəcə onu görmək üçün ürəklə baxmaq lazımdır. Bu gecə Həmid həyatın çətinlikləri arasında da gözəlliklər olduğunu dərk etdi və qəlbində bir rahatlıq hiss etdi. Həyat çətin olsa da ümid həmişə var. Dostlar, bu fikri unutmayın. Həyat çətin olsa da ümid həmişə var. Əgər bu gün məni dinləyirsinizsə, yaşayırıqsa, nəfəs alırıqsa, unutmayın ki, ümid həmişə var. Həyatda müxtəlif çətinliklərlə qarşılaşa bilərik. Yəni, elə KSG-yə başlamamış, bunu deyim. Həyatda müxtəlif çətinliklərlə qarşılaşa bilərsiniz, problemlərlə qarşılaşa bilərsiniz. Həyat sizə mümkünsüz, çətin görünə bilər. Hər bir insan həyatın müxtəlif dövrlərində bunu belə hiss edir. Amma həmişə düşünün ki, hər qaranlıq gecənin bir sabahı var. Gecənin ən qaranlıq olduğu vaxt səhərə yaxın olan vaxtdır. Nə olur olsun, həyatdan ümidinizi üzməyin. Həyat çətin olsa da ümid həmişə var. Əmin olun ki, var. Yəni, mütləq var. Həyat gözəldir, onu yaşamaq lazımdır. Mikail Müşfiq necə deyirdi? Nəysə, sualları oxuyaq. Həmid ulduzlara baxdığı zaman nə düşünürdü? Gələcəyini, keçmişdəki uğurlarını, uşaqlıq xəyallarını, günün problemlərini, nəyi düşünürdü dostlar? Gəlin görək. Ulduzlara baxarkən başa düşür ki, hər çətinliyin arxasında bir işıq var. Yox, gecə səhəri bürünmüş qaranlığa qərq olmuşdu. Ulduzlara baxırdı. Ulduzlar ona uzaq düşüncələr bir Həmid həyatını, gələcəyini, uşaqlıq arzularını düşünürdü. Deməli, uşaqlıq xəyallarını, uşaqlıq arzularını düşünürdü daha çoxu. Həsən kişi həmdə nə söyləmişdi? Həyatın asan olduğunu, xeyr. Gözəllikləri ürəyi ilə görməyi, xəyalların arxasınca getməyi, ulduzlara baxmağı. Gözəllikləri ürəyi ilə görməyi. Bu bilirsiniz nə deməkdir? Yəni, o deyirlər, hər şərin içində bir xeyr, hər xeyrin içində bir şər var. Həyat nə qədər çətin olsa da mütləq bir gözəllik var. Yəni, İnsan ümumiyyətlə kiçik şeylərlə xoşbəxt olmağı bacarmalıdır. Bir stəkan çayla da xoşbəxt olmaq olar. O çayı içəndə özünü, nə bilim, dünyanın ən xoşbəxt insanı hesab edə bilərsən. Şərt deyil, həyatda hər şey yolunda getsin. Həmid Həsən kişinin sözlərini nə zaman başa düşdü? Ulduzlara baxarkən, onunla sonra bu sözləri hər kəs ona deyəndən sonra Həmid Həsən kişidən eşitdiyi anda. Yox, indi başa düşürdü. Ulduzlara baxarkən başa düşdü. A variantı. Davam edək. Hadisə nə zaman baş vermişdi? Gecə idi da. Gecə şəhəri bürümüşdür. Hər yer qaranlığa qərq olmuşdu. Həmid pəncərənin qarşısına durub ulduzları seyr eləyirdi. Deməli, gecə. Mətnin əsas ideyası nədir? Ulduzları seyr etmək vacibdir. Xeyr. Həyatın gözəlliklərini tapmaq və dərk etmək lazımdır. Ola bilər. Xəyalpərəst olmaq lazımdır. Xeyr. Kənd insanların məsləhətlərini mütləq dinləmək lazımdır. Xeyr. Bax, sonunda da deyirdi ki, həyat çətin olsa da ümid həmişə var. Həyatın gözəlliklərini tapmaq və dərk etmək lazımdır. Yəni, xoşbəxt olmaq üçün səbəb axtarmaq lazımdır. Sadə sözlərin yazıldığı şarları partlatsaq, hansı rəngli şarlar partlamamış qalar? Sadə sözləri armud sözünü partlatdıq, balıq sözünü partlatdıq. Rənglər dəyişmədi, ona görə görünmədi. Deməli, sadə sözlər armud və balıq. Ağaca sözünü də partladırıq. Vidalaş və saççı sözləri qaldı. Partlamamış qalan şarlarımız
Deməli, ağ şarımız qaldı, narıncı və yaşıl. Ağ, narıncı, yaşıl. Cavab B variantı. Ağın üstünə bəlkə də nəsə yazılıbmış, oxunmayıb. Davam edək. Sözlərin düzgün yazılışı hansı lüğətdə verilir? Öz əksini tapır. Orfeipiyada sözlərin düzgün tələffüzü, tərcümə lüğətlərində sözlərin müxtəlif dillərdən tərcüməsi, izahlı lüğətlərdə sözlərin izahı, orfoqrafiya lüğətlərində isə sözlərin düzgün yazılışı verilir. Nöqtələrin yerinə uyğun gələn hərflər hansıdır? Həyəcan, müalicə, müdir. Cavab yox, A variantı deyil. Həyəcan, müalicə, müdir. D variantıdır. Davam edək. Köhnəlmiş sözün işlənmədiyi cümlə hansıdır? O kəndin qırağında baqqal dükanı açmışdı. Baqqal sözü köhnəlmiş sözdür. Vəzirin qoca bir atası vardı. Vəzir köhnəlmiş sözdür. Atanın cibində bir abbası qalmışdı. Burada pul vahidi olaraq işlənib köhnəlmiş söz. Günay məktəbə tələsirdi. Köhnəlmiş sözün işlənmədiyi cümlə D variantıdır. Çünki burada heç bir köhnəlmiş söz yoxdur. Yəni bizim başa düşmədiyimiz əvvəllər işlənmiş. Yanlış fikir hansıdır? Kök sözün ayrılıqda işlənə bilməyən hissəsidir. Yanlış fikirdir. Kök sözün ayrılıqda işlənə bilən hissəsidir. Lıq söz düzəltisi şəkilçisidir. Bəli. Dost, dostluq. Şəkilçi sözün ayrılıqda işlənə bilməyən hissəsidir. Düz deyir. In söz dəyişdirici şəkilçisidir. Bəli, sözü dəyişir, yeni söz yaratmır. Cavab A variantıdır ki, kök sözün ayrılıqda işlənə bilməyən hissəsidir. Fikri yanlışdır. Kök sözün ayrılıqda işlənə bilən hissəsidir. Baxın, bu fikir yanlışdır. Hansı söz kök və şəkilçiyə düzgün ayrılmışdır? Kök və şəkilçiyə. Kitab xana olmalı idi, səhvdir. Balıq çı olmalı idi, səhvdir. Dost luq olmalı idi, səhvdir. Kitablar doğrudur. Cavab D variantı. Buraxılmış şəkilçiləri əlavə et. Bir dəfə günəş bərk yoruldu. Daha yatakdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çöktü. Bəli, A variantı. Yoruldu. Daha yatakdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çöktü. Hansı cümlənin ilk sözündəki şəkilçi iki cür yazılan şəkilçi? İki cür yazılan şəkilçilərin tərkibində adətən A, Ə saitləri olur. Qapalı saitlərlə işlənən şəkilçilər isə 4 cür yazılır. İlk sözünə baxırıq. Otağın, uşaqlar, baxın, bizə lazımdır. 2 cür yazılan şəkilçi ilk sözdə. Otağın, ın, in, un, ün 4 cür yazılır. Uşaqlar, lar, lər 2 cür yazılır. Dostluq, lıq, liç, luq, luç 4 cür yazılır. Dadlı, lı, li, lu, lü 4 cür yazılır. Dedik, qapalı saitlərin ünvanı 4 cür yazılır. Cavab B variantı. Bədbinləşmək sözünün izahı hansı bəndə düzgün verilmişdir? Həyata küsmək, həyatda ancaq yaxşı cəhətlər görmək, kiməsə təqib etmək, ardınca düşmək, kiminsə ayağını dolaşdırıb vurmaq. Bədbinləşmək, dostlar, həyatdan küsməkdir. Bədbinləşməyə nəşsin hiçbin olmaqdır, hiçbinləşməkdir. Həyatdan küsmək yaxşı bir xüsusiyyət deyil. Çünki həyatdan küsəndə həyat gəlib sənin könlünü almır. Çalışmaq lazım ki, daima həyata niçbin baxasan. Hər bir çətinliyin içində yaxşı cəhəti görmək lazımdır. Daima çalışmaq lazımdır. Həyat bir mübarizədir. Hansı söz orfoqrafiya qaydalarına uyğun yazılmışdır? Konfet yazılmalıdır, səhv yazılıb. Dairə sözündə Y olmur, səhv yazılıb. Radio sözündə Y olmur, səhv yazılıb, amma ailə sözü doğrudur. Hansı söz birləşməsində BP əvəzlənməsi baş verir? BP. Demişik ki, amma tam deməmişik, çünki dərslikdə bu qaydanı belə tam vermirlər. 4-cü sinifdə biraz daha geniş formada keçirik. Ümumiyyətlə, sonu bıcı, dıcı, samit ilə bitən sözlərdə saitlə başlayan şəkilçi gələndə və ya özündən sonra saitlə başlayan söz gəldiyi zaman sonuncu samit, yəni bıcı, dıcı, samit olduğu kimi tələffüz olunur. Tələffüzlərinə baxaq. Baxın, kitab üzü. Kitab üzü. Niyə? Çünki özündən sonra saitlə başlayan şəkilçi gəlib. Kitab oxumaq.
Kitab almaq. Kitab almaq demirik. Kitab almaq deyirik. Oxumaq. Bunu düz yazmamışam. Yazacaqlar rəylərdə. Bir dəqiqə. Kitab almaq. Mən əsas fikrimi verdim bu məsələsinə. Biz bu sözlərin, söz birləşmələrin tələffüzünü yazdıq. Bir də bura baxın, kitab vərəqi. Kitab. Buradakı kitaba baxın, kitab vərəqi. Niyə buradakı bu p kimi tələffüz olunur? Çünki özündən sonra samitlə başlayan söz gəlir. Deməli, sonu bıcı, dıcı, samit ilə bitən sözlər özündən sonra samitlə başlayan söz gələrsə və yaxud da samitlə başlayan şəkilçi gələrsə və ya tək yazılarsa b, p kimi tələffüz olunur. Yəni, fərqli tələffüz olunur. Özündən sonra saitlə başlayan şəkilçi gələndə isə, dostlar, saitlə başlayan şəkilçi gələndə və yaxud saitlə başlayan söz gələndə olduğu kimi tələffüz olunur. Təbii ki, sonuncu samitdən söhbət gedir. Biraz çətin görünə bilər. Dərslikdə bu qədər xırdalığa toxunulmur. Biraz daha səthi verilir bu qayda. 4-cü sinifdə verilir, amma 4-cü sinifdə biraz daha bu formada öyrənirik. Verilmiş cümlələrdə neçə söz səhv yazılmışdır? Nailə, səhvdir. Nailə olmalıdır. Anası və bacısı ilə yaşayırdı. Onun atası müharibədə, səhv yazılıb, ünvan olmalıdır. Qəhrəmancasına, səhv yazılıb, şəhid olmuşdu. Bacısı isə xəstəxanada işləyir. Xəstələri, səhv yazılıb, xəstələri, müalicə söz səhv yazılıb. İndi gəlin sayaq. Dəqiqə. 1, 2, 3, 4, 5. Cavab C variantı. Bitdi mi? Xeyr. 18-ci suala baxırıq dostlar. Gülər meşədə azmışdı. O yalnız düzəltmə sözlərinin olduğu yola getsə meşədən çıxa bilər. 13-cü yolla getməlidir. Dadlı pislik kitabın düzəltmə söz deyil. Yeni söz yaranmayıb burada. Ona görə biri seçə bilmərik. Qapıda güldan əlcək. Qapıda düzəltmə söz deyil. İkini seçə bilmərik. Neftçi, alıcı, döyüş. Bax, bunların hər biri düzəltmə sözdür. Balıqçı, maraqsız, film sadə sözdür. Ona görə 4-ü seçə bilmərik. Sözün son samitinin tələffüzünə uyğun olaraq hansı biri ardıcıllığı pozur? Ağac yarpağı, baxın, samit, ağac yarpağı deyə bilmirəm. Palıt ağacı, qəşəng qız, palıd ağacı, corab söküyü. Dostlar, baxın, bayaqçı qayda. Özündən sonra samitlə başlayan şəkilçi və ya söz gələrsə, burada c, ç kimi tələffüz olunur. Yazılışda yox, tələffüzdə. C, ç kimi tələffüz olunur. C, ç kimi tələffüz olunur. Qəşəng qız. Corab söküyü b, p kimi tələffüz olunur. Amma palıd ağacı söz birləşməsində özündən sonra saitlə başlayan şəkilçi gəldiyi üçün d ilə olduğu kimi şəkilçi yox. Saitlə başlayan söz gəldiyi üçün d olduğu kimi tələffüz olunur. Palıd ağacı. Palıd ağacı demirik. Palıd ağacı deyirik. Hansı cümlədə bütün sözlər sadədir? Şəfək yerindən durub həyətə çıxdı. Dostluq dünyanın ən gözəl nemətlərindəndir. Gülayın atası neftçidir. Döyüşdə idmançımız qalib gəldi. Deməli, baxın burada döyüşdə idmançı sözlər düzəltmədir. Neftçidir sözü düzəltmədir. Dostluq sözü düzəltmədir. Amma A variantında heç bir düzəltmə söz yoxdur. Dəqiqə. Şəfək yerindən durub həyətə çıxdı. Bütün sözlər burada sadədir. Deyə bilərsən, mənim şəkilçi var axı. Bəli, kimdir ki, şəkilçi olarsa söz sadə ola bilməz? Ola bilər. Əsas məsələ burada budur ki, şəkilçi qoşulduqdan sonra, sözdə şəkilçi qoşulduqdan sonra yeni söz yaratmasın, sözün sadəcə formasını dəyişsin. Ona görə də cavab A variantı olacaq. Belə bir testimizin daha sonuna gəldik, bir dərsimizin daha sonuna gəldik. Ümid edirəm ki, sizin üçün faydalı, maraqlı bir dərs oldu. Siz də mənimlə həmfikirsinizsə, videonu bəyənin və dostlarınızla paylaşın. WhatsApp-da paylaşa bilərsiniz. Siz baxdınız, faydalandınız, qoy başqaları da faydalansın. Unutmayın ki, elm öyrəndikcə, paylaşdıqca çoxalır. Elm paxıllığı sevmir. Yəni, bir insan bir günsə tək başına öyrənməyi heç vaxt effektiv ola bilməz. O öyrəndiklərini başqaları ilə paylaşmalıdır.
başqalarına da öyrətməlidir. Siz necə düşünürsünüz? Belə, hələlik sağ olun. Gələn dərslərdə görüşərik. Allah amanında.